Görəsən bütün dünyanın diqqət mərkəzində olan Epstein məsələsi hazırda nə yerdədir? Dünyanın diqqəti müharibələrə yönəlmişkən, cəmi bir neçə ay ərzində dünyanın ən nüfuzlu 7 siması haqqındakı ittihamlar aradan qaldırıldı və strateji əhəmiyyətli sazişlər imzalandı. Cəmi bir neçə ay ərzində qlobal elitanın ən yüksək təmsilçiləri ard-arda ictimaiyyət qarşısına çıxaraq məcburiyyətdən üzr istədilər. Fevralın 14-də isə Şəhzadə Andrew Epstein işi ilə bağlı əlaqələrinə görə nəzarətə alındı. Fevralın 24-də Bill Gates rəsmi bəyanatla çıxış edərək Epsteinlə olan münasibətlərinə və qaranlıq keçmişinə görə beynəlxalq ictimaiyyətdən üzr istədiyini bildirdi. Every minute I spent with him, I regret and I apologize that I did that. It's factually true that I was only at dinners. I never went to the island. I never met any women. And so, the more that comes out, the more clear it'll be that although the time was a mistake, it had nothing to do with that kind of behavior. He knew a lot of very rich people, and he was saying he could get them to give money to global health. In retrospect, that was a dead end. Dərhal sonra fevralın 26-sında Hillary Clinton'un ifadə verdiyi ərəfədə Dünya İqtisadi Forumunun rəhbəri vəzifəsindən istefa verdi. Fevralın 27-sində isə proses Bill Clinton'un ifadə verməsi ilə davam etdi. Düz bir həftə ərzində dünyanın gündəmini Epstein sənədləri zəbt etdi. Hesablaşma anının çatdığı və faktların tam çılpaqlığı ilə üzə çıxdığı bir məqamda proses kəskin şəkildə dayandırıldı. Pakistan və Əfqanistan arasında silahlı münaqişə alovlandı. Növbəti gün isə Birləşmiş Ştatlar tərəfi İranın dini liderinin sui-qəsd nəticəsində öldürüldüyünü bəyan etdi. Cəmi 2 gün ərzində baş verən iki böyük hərbi münaqişə qalmaqallar zəncirini anında qlobal gərginlik ocağına çevirdi. İctimaiyyət və medianın diqqəti tamamilə başqa istiqamətə yönləndirildi. Çünki mövcud qalmaqallar təkzib etmək mümkün deyildi. Ən yaxşısı onları bastırmaq idi. Bu ərəfədə əsas strateji əməliyyat pərdə arxası müstəvidə səssizcə icra olunurdu. İranla gərginliyin başladığı həmin gün OpenAI şirkəti Pentagonla milyardlarla dollarlıq nəhəng müqavilə imzaladı. Bu müqavilənin mahiyyəti ondan ibarətdir ki, istifadəçilərin paylaşdığı bütün fərdi məlumatlar, geolokasiyalar və rəqamsal izlər artıq rəsmən Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin məlumat bazasına daxil edilib. Daha diqqət çəkən məqamsa odur ki, OpenAI-ın əsas tərəfdaşı olan Microsoftun sahibi Bill Gates həftənin əvvəlində itirilmiş reputasiyasına baxmayaraq üzr istəsə də, həftənin sonunda müdafiə sənayesinin ən böyük sifarişlərindən birini artıq təmin etmişdi. Biz ekranlarda hərbi itkiləri izlədiyimiz zaman arxa planda qlobal kapitalın əl dəyişdirilməsi və maliyyə axınlarının yenidən bölüşdürülməsi prosesi artıq başlamışdı. Nəticə itibarilə Şəhzadə Andrew azadlığa buraxıldı. Clintonlar siyasi mövqeylərini qorudu. Bill Gates isə çox milyardlıq tenderin qalibi oldu. Heç bir tərəf hüquqi məsuliyyətə cəlb edilmədi. Əksinə, prosesdən mənfəətinə çıxdılar. Elitar təbəqə öz toxunulmazlığını təmin edərkən mövcud sistem sarsılmaz olaraq qaldı. Baş verən qalmaqallar prosesin sonu deyil. Əksinə, yeni bir qlobal iqtisadi mənzərənin başlanğıcıdır. Güc strukturu mahiyyətini dəyişmir, sadəcə təzahür formasını dəyişir. İndi isə yenidən təhlil edin. Ekranlarda izlədiyiniz hadisələrin həqiqətənmi sadəcə təsadüfi xəbərlər olduğuna inanırsınız?